Ya Allah. Salam aleyküm. Ömer vaxtınız xeyir olsun. Bugün 21 fevral 2026 il. Artıq havaların isti çıxmasıyla əlaqədar tez-tez yazıb soruşursunuz ki, açıq sahəyə bostan işçilərini nə vaxt əkə bilərəm? Və yaxud da ki, bəziləriniz yazırsınız ki, öz işlərimi özüm yetişdirmək istəyirəm, toxumu nə vaxt əkməyə məqsədə uyğun olar. İlk növbədə qeyd edeyim ki, bunun üçün dəqiq vaxt yoxdur əslində. Yəni mən uşaq olanda may ayında əkilirdisə, bostan işçiləri hal-hazırda biraz tezləşib aprel ayında artıq başlanır işçil əkməyə və hətta Novruz bayramından sonra belə deyim ki, müştərilər gəlir işçil istəyirlər. Deməli, normal olaraq biz müştərilərə həmişə məsləhət görürük ki, aprel ayının 15-i 20-sindən sonra bostan işçilərini əkə bilərsən. Amma bəzi hallarda hava soyuq olduğu üçün bu da məsləhət görülmür. Belə deyim, nə vaxt ki görsəz axşamlar qısa qol köynəyi ilə çöldə gəzirsiniz və sizə soyuq deyilsə, o zaman bostan işçilərini aprel ayında torpağa əkə bilərsiniz. Hər bir halda aprel ayından tez məsləhət görülmür. Ola bilər ki, havalar bir neçə gün ardıcıl normal olsun, sonra yenə soyusun falan. İstərsiniz işçili tez əklikdə soyuq olduğu üçün ya yarpağını tökəcək, ya rəngi qızaracaq, işçil yerdə qalacaq, inkişaf eləməyəcək. Normal münbit şəraiti tapdıqda, havanı tapdıqda o sizə işçil inkişafa başlayacaq. Yəni burada gecikən yenə sizsiniz, tez əkib qabağa düşmürsünüz. Və aprel ayında əkə biləcəyiniz işçilər də ki, biberdir, badımcandır, pomidordur. Bu qədər. Amma qarpızdır, yemişdir, xiyardır, reyhandır. Bunları may ayının ilk 10 günlüyündə əkməyiniz daha məqsədə uyğun olar. Təşəkkür edirəm.